Neftçala rayonunda əkin sahələrinin suvarılması, əhalinin içməli su və kanalizasiya xidmətləri Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Neftçala su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən həyata keçirilir. İdarə 38.190 hektar əkin sahəsinin suvarılmasına, 7.614 abonentin içməli su, 2.194 abonentin isə kanalizasiya və tullantı su xidmətləri ilə təminatına cavabdehdir. Bu məqsədlə 46 suvarma, 7 içməli su və 6 kanalizasiya nasos stansiyasından, 1026 kilometr suvarma kanalından, 1394 hidrotexniki qurğudan, 43 su təmizləyici moduldan, 563 bulaqdan, 156,9 kilometr içməli su və 32,4 kilometr kanalizasiya xəttindən istifadə olunur. Üzərində dayandığımız kanal M4 tərəkəmə adlandırılır. Ümumi uzunluğu 7,5 kilometrdir və 2000 hektar əkin sahəsinə xidmət edir. 2026-cı il məhsulu üçün qeyd olunan kanalın xidməti ərazisində 450 hektar pambıq əkini aparılmışdır. Əkilən pambıq arat və birinci su ilə tam təmin olunmuş və 150 hektar sahədə ikinci vegetasiya suvarması aparılmışdır. Ümumiyyətlə idarə tərəfindən suvarma suyunun əkin sahələrinə maneəsiz, su istifadəsi maneəsiz çatdırılması təmin etmək məqsədi ilə mütəmadi tədbirlər, meliorativ tədbirlər görülür. 2026-cı ilin məhsulu üçün 20.925 hektar sahədə taxıl əkilib. Buğda sahələri 2,4, arpa sahələri isə 1,5 dəfə suvarılıb. İlin əvvəlindən nasos aqreqatlarında cari təmir işləri aparılıb. Həmçinin içməli su şəbəkəsində 150, kanalizasiya xəttində isə 153 qəza aradan qaldırılıb. Qarşısında dayandığımız 5 sahəli kanalizasiya stansiyası 2023-cü ildə istifadəyə verilmişdir. Ümumi 4 aqreqat quraşdırılmışdır. Hər bir aqreqatın bir sahada çirkab suların su vurma qabiliyyəti 280 kuba bərabərdir. Digər məlumatdan nəzərə çatdırmaq istəyirəm ki, idarənin rayon üzrə 35 kilometr kanalizasiya xətti balansındadır vardır ki, ötən ilin 7 ayında 156 qəza baş vermiş və tərəfimizdən aradan qaldırılmışdır. Neftçalada fermerlər bu ildə bol məhsulu gözləyirlər. Hazırda xüsusilə pambıq sahələrində inkişaf müşahidə olunur. Suvarmanın vaxtında aparılması məhsuldarlığın artırılmasında mühüm rol oynayır. Uzun illərdir təsərrüfatla məşğulam. Hardasa bir 40-45 ildir təsərrüfatla məşğulam. Təsərrüfatımızda pambıqçılıq, taxılçılıq, heyvandarlıq və digər sahələrlə məşğul oluruq. Hal-hazırda taxılı biçib götürmüşük. 45 sentrdən yuxarı taxıl götürmüşük. Hal-hazırda pambıq sahələrinin agrotexniki işlər gedir. Pambıq sahələrinin becərilməsi ilə məşğuluq. Qeyd edək ki, 2026-cı ildə rayon ərazisində ümumilikdə 8064 hektar sahədə pambıq əkini aparılıb. Aparılan pambıq əkininin 7714 hektarında arat, 350 hektarında səbsuvar edilib. İndiyə olan məlumata əsasən əkilən pambığın 8045 hektarında birinci, 3700 hektarında isə ikinci vegetasiya suvarması həyata keçirilib. Hazırda suvarma davam edir.